Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 5-ci sinif yeni nəşr riyaziyyat dərsliyindən səhifə 41-42-nin izahını verəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Fikir və təkliflərinizi də şərhlər bölməsində mənimlə bölüşə bilərsiniz. İndi keçək mövzuya. Əslində, bundan əvvəlki çalışmaların izahını öncəki videomda vermişdim. İndi davamını edirik. Burada bir öyrənmə hissəsi var. Düzgün olmayan kəsirlərin qarışıq ədədə çevrilməsi. Bu qaydanı öyrənək, sonra keçək çalışmalarımıza. Öncə kitabda verilən qaydaya baxaq. Birdən böyük, düzgün olmayan kəsiri qarışıq ədəd şəklində yazmaq olar. Bunun üçün nə edirik? Məsələn, bizim əlimizdə var 5-də 7. 5-də 7, 7 dənə 5-də 1-dən ibarətdir. 5 dənə 5-də 1-i toplasaq 5-də 5 eləyir. O bizə 1 tam verir. Yerdə qalır 5-də 2-si. Onda 5-də 7-nin əvəzinə yaza bilərik 5-də 5, üstə gələk 5-də 2. 5-i 5-ə böləndə 1 eləyəcək, tam bütöv. Üstə gələk 5-də 2-də qalıq hissəsi qalır. Onda 5-də 7 çevrilir olur 1 tam 5-də 2. Digər tərəfdən bu 5-də 2-nin bu yolla getmədən necə bu şəkildə çevirmək olar? Bunun üçün 7-ni 5-ə bölürsünüz. 7-ni bölürsünüz 5-ə. Həmişə bu yolla getmirik də, daha qısa yol. 7-nin içində 5 neçə dəfə yerləşir? 1 dəfə 5. Çıxanda qalıq neçə qalır? 2. 1 tam yazdıq tama. Məxrəcdə 5 yazılır, çünki 5-ə bölmüşük. Qalıq isə harda yazılır? Surətdə yazılır. İndi gəlin məsələn bir ayrı ədəd üzərində yoxlayaq. Yazıram 3-də 8. 8-in içərisində 3 neçə dəfə yerləşir? 2 dəfə 6 eləyəcək. Qalıq da qaldı 2. Bu tamdır, tamda yazılır. Bu məxrəcdə yazılır. Çünki 3-ə bölmüşük. Qalıq isə surətdə yazılır. Olur 2 tam, 3-də 2. Məsələn, başqa bir ədəd üzərində yoxlayaq. Olsun 7-də 39. 39-un içində 7 neçə dəfə yerləşir? 5 dəfə. 7 dəfə 5 35 eləyir. 39-dan da 35-in çıxanda qalıq 4 qalacaq. 5 tam 7-də 4 və s. Bu formada bu yolla daha qısa şəkildə həll eləyə bilərsiniz. Yəni, hər dəfə belə oxlar çəkmədən və yaxud şəkil çəkmədən. Eyni qaydada uşaqlar 5-də 7-ni ədəd oxu üzərində göstərməyi də öyrədib bizə. Yadınızdadırsa, bundan əvvəlki çalışmaların birində qabağımıza çıxmışdı ki, düzgün olmayan kəsirləri təxmini ədəd oxu üzərində göstərin. İndi daha dəqiqliyi ilə göstərməyi öyrənirik. 5-də 7 dedik ki, 1 tam 5-də 2-yə bərabərdir. 5-də 1, 5-də 2, 5-də 3, 5-də 4, 5-də 5. Bax, bu 1 tam eləyir. 5-i 5-ə böləndə 1 tam. Sonra 5-də 6, 5-də 7. Onda 5-də 7 1 tamdan böyükdür. 1 tam 5-də 2-yə bərabərdir. Bax, burada dayandı. Artıq dəqiqliklə göstərməyi öyrənmiş olduq. Keçək burada düzgün olmayan kəsiri qarışıq ədədə çevirmək üçün kəsirin surəti məxrəcinə bölünür. Bayaq mənim izah elədiyim qaydadır elə uşaqlar. Surətini məxrəcinə bölürsünüz, qalığı surətdə yazırıq, böləni məxrəcdə qeyd edirik. 7-ni 5-ə böldük, 1 tam, qalıq 2 qalacaq, qismət tamda, qalıq surətdə, bölənsə məxrəcdə yazılır. Mən burada yuxarıda sizə 2 dənə nümunə göstərdim ona aid. Biri bu, bölünməsi, biri də bu. Həmçinin kitabınızda verilən də bu formada burada izah etdim uşaqlar. İndi gəlin keçək 9-cu çalışmamıza və bu öyrəndiyimizi orada tətbiq eləyək. Düzgün olmayan kəsirləri qarışıq ədəd şəklində yazın və bir neçəsini ədəd oxunda təsvir edin. Uşaqlar, burada bizə bir nümunə verilib. Gəlin öncə nümunəyə baxaq, görək bizdən nə formada işləməyimiz tələb olunur. 3-də 8 kəsiri verilib. 8-in içərisində 3 2 dəfə yerləşər. 6 eləyər. 8-dən 6-sını çıxsaq, qalıq 2 qalır. 2 tam 3-də 2.
Sonra ədəd oxu üzərində göstəriblər. Ədəd oxu üzərində 3-də 8 nə deməkdir? 3-də 1-dən 8 dənə iştirak eləyəcək deməkdir. Saya-saya gedirik. 3-də 1, 3-də 2, 3-də 3, 3-də 3 tam deməkdir, 1 deməkdir. 3-də 4, 3-də 5, 3-də 6, 3-də 7, 3-də 8. Deməli, 2 tamla 3 tamın arasında yerləşdim. Açıqlama hissəsində də kəsrin necə çevriləcəyini göstərir. 8-i 3-ə böldük. Tamda 2, qalıqda 2. Ona görə surətdə 2 yazılıb. Digər tərəfdən 8-də 3-də 8-in əvəzinə yazıb 3-də 3, üstə gələk 3-də 3. Çünki 3 3-ə tam bölünür. Ona görə 3-də 3, 3-də 3 götürülüb ki, tam hissələr ayrılsın. Üstə gələk 3-də 2. İndi uşaqlar, mən bunu sizə yazılı şəkildə göstərəcəm. Baxaq birincisinə. Bu misalın nömrə 9-dur. Qeyd eləyək misal nömrə 9. Qarışdırmayasınız deyə. Başlayaq birincisindən. Bu birincisidir. Birincisində uşaqlar bizə verilib 3-də 4. 3-də 4. Fikirləşirəm, 4-ün içərisində 3 neçə dəfə yerləşir? 1 dəfə yerləşir. 1 dəfə 3 3 eləyir. Qalıq da 1 qalır. Lap istəsəz, burada qıraqda bölüb də göstərərəm sizə. 4-ün içində 3 1 dəfə. 3 elədi. Çıxanda qalıq 1 qaldı. Qalıq, uşaqlar, surətə yazılır. Qalıq surətə yazılır. Bölən məxrəcə. Tam isə elə bildiyimiz kimi tama yazılır. Qismət tama yazılır. İndi bunu başqa cür necə çevirə bilərdik? 1 tam 3-də 1-i başqa yolla necə çevirə bilərdik? Bax, belə də çevirə bilərdik. Kitabınızda belə də verilib. 3-də 4-ün əvəzinə yazardım. 3-də 3 plus 1. Niyə 3-də 3 plus 1? Çünki 3-ü 3-ə böləndə tam bütöv 1 alınacaq, tam bölünür. Onu da yaza bilərik ayrı-ayrı məxrəclərdə. 3-də 3, üstə gələk 3-də 1. Kitabınızda belə də deyilir. Heç bir fərqi yoxdur uşaqlar. Hansıyla yazsaz cavab düz alınacaq. Tamla kəsiri də toplayanda tam olduğu kimi qalır. Kəsir sadəcə yanına qeyd olunur. Ədəd oxunda bunu göstərək. Ədəd oxumuz. Bura 0-dır. Sonra 3-də 1. 3-də 1. Bu olsun 3-də 2. Bu olsun 3-də 3. 3-də 3 nə deməkdir? Elə 1 deməkdir. Ona görə üstünə də 1 yazıram. Bu da oldu 3-də 4. 3-də 4 də 1 tam. 3-də 1-ə uyğundur. Çevrilmiş formasını bayaq burada qeyd eləmişik. 3-də 4. 3-də 4 çevirdik ki 1 tam 3-də 1-ə bərabərdir. Beləliklə, biz bir dənə düzgün olmayan kəsri həm bölmə qaydasından necə çevirə bilərik, onu izah elədik, həm də parçalayaraq necə çevirə bilərik, onu izah elədik, bir də ədəd oxunda necə göstərə bilərik, onu izah etdik. Gəlin, keçək ikincisinə. 5-də 9-a. İkincisi. 5-də 9. Qıraqda 9-u 5-ə bölüm. Düzdür, bunu şifahidə eləyə bilərsiniz uşaqlar. Hələlik başa düşməyiniz üçün mən bu şəkildə göstərirəm. 9-un içərisində 5 neçə dəfə yerləşəcək? 1 dəfə 5. Çıxanda da qalıq qaldı 4. Qisməti yazırıq tamda 1 tam. Bölən məxrəcdə qeyd olunur. Qalıq həmişə surətdə qeyd olunur. 4. 9-un içərisində 5 bir dəfə yerləşdi. 5 dəfə 1, 5 eləyir. 9-dan da 5-in çıxanda qalıq 4 qalır. Digər tərəfdən bu 5-də 9-u necə yaza bilərik? Yaza bilərik 5-də 5 üstə gələk 4 kimi. Çünki 5 5-ə tam bölünür. Ona görə belə yazdıq. Bunu da ayrı-ayrı kəsirlərdə yazsaq. 5-də 5 üstə gələk 5-də 4. 5-də 5 1 tamdır. Üstə gələk 5-də 4. Tamla da kəsiri toplayanda tam yazılır. Kəsir sadəcə yanına qeyd olunur.
Ədəd oxunda bunu göstərə bilərik. Göstərək ədəd oxunda. Bu isə olsun 0, 5-də 1, 5-də 1, 5-də 2, 5-də 3, ardıcıl qeyd edirik. Sonra 5-də 4, 5-də 5. Uşaqlar, 5-də 5 dedik ki, nəyə bərabərdir? 5-i 5-ə böləndə 1 eləyir. Ona görə bunun üstünə yazıq ki, yəni bu 1-ə bərabərdir. Sonra gəldik 5-də 6, 5-də 7, 5-də 8, bu da olsun 5-də 9. 5-də 9-u bayaq çevirdik. Dedik ki, nəyə bərabərdir 5-də 9? 1 tam 5-də 4-ə bərabərdir. Ona görə elə bunun üzərindən qeyd edəcəm ki, 1 tam 5-də 4. Çevirdik. İndi uşaqlar, keçək üçüncüsünə. Sadəcə mən ekranı təmizləyəcəm. Çünki digərlərini qeyd eləməyim üçün yeri yoxdur. Ümid edirəm ki, bu ikisini başa düşdünüz. Eynilə digərlərində bu iki siri necə işləmişiksə, həmin metodla davam edirik. Başlayaq üçüncüsünə. Üçüncüsü. 7-də 12. 7-də 12. 12-nin içində 7 neçə dəfə yerləşər? 1 dəfə. 1 dəfə 7 7 eləyir. 12-dən də 7-sini çıxanda qalıq 5 olacaq. Digər tərəfdən 7-də 12-ni yaza bilərəm. 7-də 7, üstə gələk 7-də 5 kimi. 7-də 7 1 tam eləyir. 1 tam 5-də 7-də 5. 7-də 5. İndi ədəd oxunda göstərək. Burası 0'dır. Bura olsun 7'də 1. 7'də 2. 7'də 3. 7'də 4. 7'də 5. 7'də 6. 7'də 7. 7'də 7 nə deməkdir? Elə 1 deməkdir. Ona görə üstünə 1 qeyd edirəm. 7'də 8. 7'də 9. Bu da olsun 7'də 10. 7'də 10. 7'də 11. 7'də 12. Bizə lazım idi 7'də 12. 7'də 12'ni tapdıq ki, nəyə bərabərdir 7'də 12? Düzgün olmayan kəsir formasında 7'də 12 qarışıq ədəd şəklində 1 tam 5'də 7'yə bərabərdir. Onda bunun üstündə qeyd edirik. 1 tam 7'də 5. Sonra keçək dördüncüsünə. Dördüncüsü 3'də 7. 7'nin içərisində 3 2 dəfə yerləşər. 2 dəfə 3 6 eləyir. 7'dən də 6'sını çıxanda qalıq 1 qalır. Həmçinin 3'də 7'ni yaza bilərəm. 3'də 3. Üstə gələk 3'də 3. Toplayanda 3'də 6 eləsin. Plus 3'də 1 kimi. Neçə dəfə tam yerləşirsə hamısını yazdım. 1 üstə gələk 1, üstə gələk 3'də 1. O da bizə verəcək 2 tam 3'də 1. Ədəd oxunda göstərək bunu. Bu isə 0 olsun. 3'də 1. 3'də 2. 3'də 3. 3'də 3 1 deməkdir. Getdi. Sonra 3'də 4. 3'də 5. 3'də 6. 3'də 6, 6'ın 3'ə böləndə 2 deməkdir. Sonra 3'də 7. Yerləşdi hamısı. 3'də 7'ni də sadələşdirmişdik. 2 tam 3'də 1'ə bərabər idi. Üzərində qeyd elədim.
İndi 5-cisinə baxaq. 5-cisi. 4-də 7-dir. 4-də 7. 7-nin içərisində 4 bir dəfə yerləşəcək. 4 dəfə 1 4 eləyər. 7-dən 4-ünü götürəndə qalıq 3 qalır. Həmçinin 4-də 7-ni sadələşdirə bilərik bu şəkildə. 4-də 4 üstə gələk 4-də 4 üstə gələk 4-də 3. Yaxşı, belə yazma, heç nə olmaz. 4-də 4 üstə gələk 4-də 3 şəklində. Bu da 4-də 3 üstə gələk 1. Toplananların yerini dəyişəndə cəm dəyişmir. 1 tam 4-də 3 kimi. Əldə doxunda çəkək göstərək. 0, 4-də 1, 4-də 2, 4-də 3, bu 4-də 4-dür. 4-də 4 bizə nə verir? 1 verir. Bu da 4-də 5, 4-də 6, 4-də 7. 4-də 7-ni bayaq sadələşdirdik ki, 4-də 7 nəyə bərabərdir 4-də 7? 1 tam 4-də 3-ə bərabərdir. Ona görə üstünə qeyd edirəm 1 tam 4-də 3. Bax, bu 4-də 7 həm də 1 tam 4-də 3-ə bərabərdir. İndi keçək 6-cısına. 6-cısında 3-də 5 verilib. 3-də 5. 5-in içərisində 3 1 tam yerləşər. Bir dəfə 3 3 eləyər. 5-dən 3-ün çıxanda qalıq 2 qalır. Həmçinin 3-də 5-i yaza bilərəm 3-də 3. Üstə gələk 3-də 2 kimi. Yəni 1 tam üstə gələk 3-də 2. O da bizə verir 1 tam 3-də 2. Tamla kəsir toplayanda uşaqlar tam yazılır. Kəsiri sadəcə yanında qeyd edirsiniz. Ədəd oxunda göstərək bunu da. Bura 0-dır. Bu hissə oldu 3-də 1. Məndə indi biraz ox əyri çıxdı. Siz xəttkeşlə çəkərsiniz. Bura 3-də 2. 3-də 3. 3-də 3 nə deməkdir? 1 deməkdir. Qeyd elədim 1. 3-də 4. Bu da 3-də 5. 3-də 5 də bayaq sadələşdirdik. 1 tam 3-də 2-yə bərabərdir. 1 tam 3-də 2. Ümid edirəm ki, bu hissəsini də başa düşdünüz. Ümumiyyətlə, başa düşmədiyiniz nəsə olanda şərhlər bölməsində məndən yazıb soruşa bilərsiniz. Gördüyüm anda cavablandıracağım. Sadəcə şərhlər bəzən çox olur. Ona görə hamısını cavablandıra bilmirəm. İndi isə uşaqlar, izninizlə mən bu hissəni təmizləyim. Növbəti variantları yazmaq üçün yer olsun. Keçdik 7-ciyə. Bu 7-dir. 6-da 9. 9-un içərisində 6 bir dəfə yerləşər. Bir dəfə 6 6 eləyir çünki. 9-dan da 6-sını çıxanda qalıq 3 qalar. İstəsək uşaqlar 6 ilə 3-ü ixtisar eləyə bilərik, amma bizim bugün işimiz o ixtisar deyil. İstəsək ixtisar eləyə bilərik. 1 tam 2-də 1 olacaq. Onu da aşağıdan göstərərəm istəsəz. Deməli, 6-da 9-u yaza bilərəm belə. 6-da 6 üstə gələk 6-da 3 şəklində. 6-da 6 bizə 1 verir. Bu da 6-da 3 verir. 6-da 3. Bərabərdir. 1 tam üstə gələk, ixtisar eləyək elə bunları. 3-ə ixtisar gedir, surətdə 1 qalır. 3-ə ixtisar gedir, məxrəcdə 2 qalır. Baxın uşaqlar, fərqli rənglə göstərim, daha rahat dərk edin. 3-ə böləndə 1 qalır, 3-ə böləndə 2 qalır. Dərsimizin içərisində kəsirin ixtisarında keçdiyimiz üçün bu formada qeyd elədim. Bərabərdir. Bu da 1 tam 2-də 1 deməkdir. Eyni qaydanı burada da yaza bilərdik. Bu da 1 tam 2-də 1-ə bərabər olardı. 1 tam 2-də 1. Sadəcə ayırmaq üçün ortasından xətt qoyun bunları. Ədəd oxunda qeyd eləyək.
Ümumiyyətlə, misalda ixtisar varsa, ixtisarı eləyin ki, daha qısa olsun. 0. Bu olacaq 2-də 1. Bu olacaq 2-də 2. 2-də 2 nə deməkdir? 1 deməkdir. Bu da 2-də 3. 2-də 3 uşaqlar elə 1 tam 2-də 1-ə bərabərdir. Çünki nəyin içərisində 2 bir dəfə yerləşər və 1 də qalıq qalar? 2-də 3-ün içərisində. Bunun eyni zamanda bu 6 ilə olanını da göstərim sizə. İxtisar eləməsəydik, bəs nə olardı? Bu şəkildə saxlasaydıq nə olardı uşaqlar? Bax, bunu burada yox, bax, bu hissəsini, bir dəqiqə uşaqlar. Bu hissəsini bir dəfə ixtisar eləyib sizə göstərdim, başa düşməyiniz üçün. İxtisar eləsəydik, belə olardı. İxtisar eləməsəydik, oxla çəkib aşağıda göstərirəm. 1 tam 6-da 3 saxlasaydıq. Olardı 1 tam 6-da 3. Bunu necə göstərərdik? Bax, bunu da burada aşağıda oxla göstərirəm sizə. 0, 6-da 1, 6-da 2, 6-da 3, 6-da 4, 6-da 5, 6-da 6. 6-da 6 1 deməkdir. Sonra 6-da 7, 6-da 8, 6-da 9. 6-da 9 da 1 tam 6-da 3 deməkdir. İxtisar eləməsəydik, bax, belə olardı. İxtisar eləsək daha qısa olur. İndi baxın da sizə hansı uyğundur. Mən hər ikisini həm ixtisar olunmamış, həm də ixtisar olunmuş formasını sizlər üçün göstərdim. İxtisar olunsa belə olar, ixtisar olunmasa bu şəkildə aşağıdakı kimi qeyd olunar. Məsləhətim isə ixtisar eləyib göstərməyinizdir. Keçdik 8-cinə, 5-də 12 qeyd olunub. 12-nin içərisində 5 2 dəfə yerləşər. 2 dəfə 5 10. 12-dən də 10-unu çıxanda qalıq 2 qalır. Həmçinin 5-də 12-ni belə yazaq. 5-də 5, üstə gələk 5-də 5, üstə gələk 5-də 2. Birbaşa uşaqlar 5-də 10 da yaza bilərsiniz bu ikisinin əvəzinə. Yenə 2 tam verəcək. Tam 5-də 2. Baxın da indi sizə necə rahatdır o formada həll edirsiniz. Bura oldu 0. Sonra 5-də 1. 5-də 1. 5-də 2. 5-də 3. 5-də 4. 5-də 5. Bu 1 tamdır. 5-də 6, 5-də 7, 5-də 8, 5-də 9, bu da 5-də 10'dur. 5-də 10'da 10'u 5'e bölündə 2 qalır. Bu da 2 tamdır. 5-də 11, 5-də 12. Bizə lazım idi 5-də 12. 5-də 12 həmçinin nə deməkdir? 2 tam 5-də 2 deməkdir. Qarışıq ədəd şəklində yazanda. Keçək 9-cu bəndə. Də 11 verilib. 11-in içərisində 3 tam yerləşir. 3 dəfə 3 9 eləyir. Qalıq 2 qalır. 3-də 11-i hətta belə yaza bilərik. 3-də 3, üstə gələk 3-də 3, üstə gələk 3-də 3. Birbaşa bu 3-ün əvəzinə 3-də 9 da yazmaq olar. Üstə gələk 3-də 2. 1, 1, 1. Üstə gələk 3-də 2. 3 tam 3-də 2. İndi bunu göstərək.
Ədəd oxunu da göstərək. 0, 3-də 1, 3-də 2, 3-də 3. Bu bizə verdi 1. 3-də 4, 3-də 5, 3-də 6. Bu bizə verdi 2. Çünki 6-nı 3-ə böləndə 2 qalır. 3-də 7, 3-də 8, 3-də 9. 9-u da 3-ə böləndə 3 qalır. Bu da 3 tam. Bu da 3-də 10, 3-də 11. Bizə lazım idi bu 3-də 11. 3-də 11 nəyə bərabərdir? Qarışıq ədəddə 3 tam 3-də 2-yə. 3 tam 3-də 2-yə bərabərdir. 9-u da yazdıq. İndi keçək 10-cusuna, 10-cu bəndə. Mən rəqəmlərlə göstərirəm ki, qarışıq düşməsin. Bəndlər şəklində ayırıram. 4-də 11. 11-in içərisində 4 neçə dəfə yerləşər? 2 dəfə tam yerləşər. 8 eləyir. 11-dən də 8-i çıxanda qalıq 3 qalır. Həmçinin 4-də 11-i 11-i belə də yaza bilərik. Birbaşa 4-də 8 yazıram mən uşaqlar. Çünki 8-i 4-ə böləndə 2 qalacaq. Plus 4-də 3. 11-in içərisində 8 4-ə tam bölünür. Yaxşı, belə çaşacaqsınız. Qoy, bayaqki metodla yazım. Birbaşa keçid eləməyim. İstədim qısa izah edeyim. Sonra düşündüm ki, bəli, orada nədəsə çaşa bilərsiniz. Elə bildiyimiz yolla davam. 4-də 4, üstə gələk 4-də 4. Bax, bu ikisi 4-də 8 eləyir. Mən bayaq bunu ikisini birləşdirmək istədim. Üstə gələk 4-də 3. Toplam 4-də 11 eləyəcək. 1, üstə gələk 1, üstə gələk 4-də 3. 4 4-ə böləndə 1, 4 4-ə böləndə 1, 4-ü 3-ə bölmək olmur, ona görə onu saxladım. 2 tam 4-də 3. İndi ədəd oxunda bunları göstərək. 0, 4-də 1, 4-də 2, 4-də 3, 4-də 4, 4-də 4 1 deməkdir. 4-də 5, 4-də 6, 4-də 7, bu da 4-də 8. 4-də 8 2 deməkdir. 4-də 9, 4-də 10, 4-də 11. Bizə lazım idi bu. 4-də 11 qarışıq ədədlə yazanda 2 tam 4-də 3-ə bərabərdir. Ona görə üstünə həm də 2 tam 4-də 3-ü qeyd edirəm. İndi isə keçək 11-ci bəndə. 11, bu da olsun 12. 2-də 5 verilib. 2-də 5. 5-in içərisində 2 tam yerləşir. 2 dəfə 2 4 eləyir. 5-dən 4-ün çıxanda 1 qalıq qalır. Həmçinin 2-də 5-i belə yaza bilərik. 2-də 2, üstə gələk 2-də 2, üstə gələk 2-də 1 şəklində. Toplayanda 2-də 5 verəcək. 2-ni 2-yə böləndə 1, 2-ni 2-yə böləndə 1. Plus 2-də 1. Toplam 2 tam 2-də 1 eləyir. Ədəd oxunda göstərsək 0, 2-də 1, 2-də 2. 2-də 2 1 deməkdir. Bu 1 tam. 2-də 3, bu 2-də 4. 2-də 4 2 deməkdir. 2 tam. Bu da 2-də 5. 2-də 5. 2-də 5, 2 tam 2-də 1-ə bərabərdir. Ona görə bunun üzərində həm də onu qeyd elədik. 12-ci bəndə baxaq. 5-də 6 verilib. 6-nın içərisində 5 bir dəfə bütöv yerləşər. 6-dan da 5-ini götürəndə qalıq 1 qalır. Həmçinin 5-də 6-nı yaza bilərəm 5-də 5.
Üstə gələk 5də 1 şəklində. 5-i 5-ə böləndə 1 tam qalacaq. Üstə gələk 5də 1. O da bizə verir 1 tam 5də 1. İndi uşaqlar, gələk bunu ədəd oxunda çəkək. 0, 5də 1, 5də 2, 5də 3, 5də 4, bu da 5də 5. 5də 5 1 deməkdir, 1 tam deməkdir. Bu da 5də 6. 5də 6-nın qarşıq ədədə çevirəndə 1 tam 5də 1-ə bərabərdir. Ona görə üzərinə həm də 1 tam 5də 1-i qeyd edirəm. Beləliklə, bu çalışmanın bütün bəndlərini tam ətraflı şəkildə yazıb göstərmiş olduq. Ümid edirəm ki, daha dəqiq başa düşdünüz. İndi isə keçək 10-cu çalışmamıza. 10-cu çalışmada bölmə əməlindən istifadə etməklə düzgün olmayan kəsri qarşıq ədədə çevirin. Bölmə əməlindən istifadə edirik. Bu birincisi. 10 bölək 7. 10-un içərisində 7 neçə dəfə yerləşər? Bir dəfə 7 eləyir, çıxanda qalıq 3. Uşaqlar, bunu şifayə edə bilirik. 10-un içərisində 7 1 tam yerləşir, qalıq isə 3 qalır. Çevirdik. İkincisinə baxaq. 5də 12. 12-nin içərisində 12-ni qıraqda 5-ə bölsək, bölməsək də olar, təbii ki, bilirsiniz. 2 dəfə 5 10 eləyir, qalıq 2 qalır. 2 tam 5də 2. Qalıq həmişə surətə yazılır. Üçüncüsünə baxaq. 8də 41. Qıraqda 41-i bölürəm 8-ə. Neçə dəfə yerləşəcək? 5 dəfə. 40 eləyəcək. Çıxanda da qalıq 1 qalır. Deməli, 5 tam 8də 1. Qalıq həmişə surətdə. Bunu yadınızda saxlayın. Onda 36. Qıraqda 36-nı 10-a bölürəm. 3 dəfə 30 eləyəcək. Çıxanda da qalıq 6. Dediyim kimi, bunu şifahi də tapa bilirik. Çünki hamısı sadədir. 3 tam 10-da qalıq 6 qaldı. Bunlar da ixtisar oluna bilər. Uşaqlar 6 ilə 10-u 2 ixtisar eləyə bilərsiniz. İstəsəz onu ixtisar eləyib yazaq. 3 tam. İndi bilmirəm müəllimənin sizdən necə tələb eləyəcəyəm, amma mən ixtisarla tələb eləyirəm şagirdlərimdən. 2 ixtisar gedəndə burada 3 qaldı, 2 ixtisar gedəndə burada 5 qaldı. Oldu 3 tam 5də 3. Sonra keçək 5-incinə. 5-incisində 9-da 35 verilib. 35-i kənarda tez 9-a bölürəm. 3 dəfə 9 27 eləyəcək. Çıxanda da qalıq 8 qalacaq. Deməli, 3 tam 9-da qalıq qaldı 8. Altıncısına baxaq uşaqlar. 4-də 29 verilib. 4-də 29. 29-un içində 4 neçə dəfə yerləşər? 7 dəfə. 7 dəfə 4 28 eləyir. 29-dan 28-in çıxanda qalıq 1 qalır. Sonra 7-cisinə baxaq. 7-cisinə 5-də 18. 18-in içərisində 5 neçə dəfə tam yerləşər? 3 dəfə. Niyə 3 dəfə? Çünki 3 dəfə 5 15 eləyər. 18-dən də 15-in çıxanda qalıq 3 qalır. 8-cisinə baxaq. 12-də 37. 37-nin içərisində 12 neçə dəfə tam yerləşər? 3 dəfə. Niyə 3 dəfə? Çünki 12-ni 3-ə vuranda 36 eləyəcək. 37-dən də 36-sını çıxanda qalıq 1 qalacaq.
10-cu çalışmamızın da izahını tam verdik. İndi uşaqlar keçək 11-ə. 11-ə keçməmişdən öncə burada yeni bir öyrənmə hissəmiz var. 11-ci çalışmanı ona uyğun işləyəcəyik. İndi baxaq görək o nədir? Qarışıq ədədin düzgün olmayan kəsrə çevirməsi. Bayaq düzgün olmayan kəsri qarışıq ədədə çevirirdik, surəti məxrəcə bölərək. İndi isə qarışıq ədəd veriləcək və biz onu düzgün olmayan kəsrə çeviririk. Hər bir qarışıq ədədi düzgün olmayan kəsr şəklində göstərmək olar. İndi baxaq aşağıda bizə hansı variant təklif olunub. 2 tam 4-də 3 verilib. 2 tam 4-də 3 nə deməkdir uşaqlar? 2 dənə bütöv 4-də 4 yerləşəcək deməkdir. 2 tamın əvəzinə, bax burada qeyd olunub. Diqqət edin. 2 tamın əvəzinə yazıblar 1 tam, üstəgələk 1 tam, üstəgələk 4-də 3. Bu 1 tam bizə verir 4-də 4. Bu 1 tam da bizə verir 4-də 4. 4-də 3 də öz yerində qaldı. 4-də 4, 4-də 4. 4-də 8, üstünə də 3 gələndə 4-də 11 eləyir. Deməli, 4-də 1-dən 11 dənə var burada saysanız. İçərisində 2 dənə bütöv tam var. Həmin tamların hər biri 4-də 4-ə bərabərdir. Qalıq hissə isə 4-də 3-ə. Yəni, ədəd düzgün olmayan kəsrə bu formada çevirmək olar. Bunun daha asan yolu da var uşaqlar. Burada aşağıda izah edilib. Qarışıq ədəd düzgün olmayan kəsrə çevirərkən öncə məxrəc tama vurulur. 4 dəfə 2, 8. Üzərinə də surət gəlinir. 11 və surətdə yazılır. Məxrəcisi olduğu kimi qalır. Bax, bunu aşağıda qeyd ediblər. Qarışıq ədədi düzgün olmayan kəsrə çevirmək üçün məxrəc tama vurulur. Alınan hasil isə hasil ilə surət toplanır və surətdə yazılır. İndi bir dənə nümunə göstərim o dediyimə. Məsələn, yazıram 2 tam 8-də 7. Bunu çevirməyə çalışıram. Bunun üçün məxrəc olduğu kimi qalacaq uşaqlar. Siz məxrəci tama vurun. 2 dəfə 8 neçə elədi? 16. Üstünə də 7-ni gəlin. Surəti. 16-nın üstünə də 7-ni gələndə eləyəcək 23. Məsələn, bir dənəsinə də baxaq. 3 tam 5-də 2. Yenə məxrəc olduğu kimi qalsın. 5-i 3-ə vurun. 5 dəfə 3, 15. Aldığınız ədədin üzərinə də surəti gəlin. 17. Gördünüz, asan bir şeydir. Aşağıda da bax onu izah eləyib. 4-ü 2-yə vurdun. 8, üstünə də surəti gəldim. 3-ü 11 və surətdə qeyd elədim. Ədəd oxunda qeyd olunmanı da burada izah eləyiblər. Uşaqlar, 2 tam 4-də 3. Bizə lazımdır 2 dənə tam. Yəni 4-də 4, 4-də 4. 4-də 1, 4-də 2, 4-də 3, 4-də 4. Bu bir tam deməkdir. 4-də 5, 4-də 6, 4-də 7, 4-də 8 bu 2 tam deməkdir. 4-də 9, 4-də 10, 4-də 11 bu 4-də 3 deməkdir. Bayaq buna aid yuxarılarda da bu formada qeyd edirdik. İndi keçək çalışmaların izahına. Çalışmaları izah edərkən yenə də həmin hissələri hər iki formada yazılı şəkildə sizə göstərəcəm və əminəm ki, daha aydın olacaq. 11-ci çalışmamızda verilən kəsirləri qarışıq ədəd şəklində yazın deyir. Ədəd oxununda kəsirlərə uyğun hərfləri müəyyən edin. Başlayaq birincisindən. Bu olsun birinci. Birincisi belədir. 8-də 39. Verilən kəsirləri qarışıq ədəd şəklində yazın. Qarışıq ədədə çevirmək üçün nə edik? Bayaq demişdik ki, surəti məxrəcə bölürük. 39-un içində 8 neçə dəfə yerləşər? 4 dəfə. 4 dəfə 8, 32 eləyir. 39-dan da 32-sini çıxanda qalıq 7 qalır. Deməli, bu 4 tamdan böyük bir ədəddir. 4 tamdan böyük, burada bircə dənə ədəd var, o da S-dir. Deməli, bu S-yə bərabərdir. Burada da qeyd eləyə istəyirsiniz. 4 tam 8-də hətta qarışıq ədəd formasını qeyd eləyək. Heç ədəd formasını yox. Amma hər ikisini də qeyd eləyə bilərik. Birini yuxarıdan, birini aşağıdan. 4 tam 8-də 7. C-yə bərabərdir. Və yaxud üstünə də qeyd eləyə bilərsiniz. İndi məndə üstü kəsir var, ona görə qeyd eləyə bilmirəm.
Üstünə də 8-də 39 qeyd edə bilərsiniz. Hər ikisi eyni şeydir. Keçək ikincisinə. İkincisində 3-də 7 verilir. 7-nin içərisində 3 2 dəfə tam yerləşir. 2 dəfə 3 6. 7-dən də 6-sını çıxanda qalıq 1 qalacaq. Deməli, bu ədəd 2 tamdan böyükdür. 2 tamdan böyük sadəcə burada 2-dən ədəd var. Ona görə hələ qeyd eləmirəm, saxlayıram. Keçirim üçüncüsünə. 3-də 8. 8-in içərisində 3 neçə dəfə yerləşər? 2 dəfə. 6 eləyəcək, qalıq da 2 qalacaq. İndi əsas məsələ, bax bu hər ikisi 2 tamdır. Bunları müqayisə eləməkdir. 2 tamları eynidir, kəsr hissələrinə baxaq. 3-də 1 böyükdür, yoxsa 3-də 2 böyükdür? Təbii ki, 3-də 2 böyükdür. Onda bu B olacaq 2 tam 3-də 1. H olacaq 2 tam 3-də 2. Bu B'dir, bu H'dır. Qeyd elədik. Sonra dördüncüsünə baxaq. 2-də 3 verilib. 3-ün içərisində 2 bir dəfə yerləşir. Bir dəfə 2, 2 eləyir. Qalıq da 1 qalır. 1 tamdan böyük bir ədəddir. 1 tamdan böyük sadəcə bir dənə ədəd var. O da F'dir. 1 tam 2-də 1. F. Sonra keçək 5-ciyə. 5-də 34 verilib. Uşaqlar, 34-ün içərisində 5 neçə dəfə tam yerləşər? 6 dəfə 5. Niyə 6 dəfə 5? Çünki 6 dəfə 5 30 eləyir. 34-dən də 30-unu çıxanda 4 də qalıq qalacaq. Bu ədəd 6 tamdan böyükdür. 6 tamdan böyük sadəcə burada D var, bircə dənə. 6 tam 5-də 4, bircə dənədir. Oldu D-yə uyğun. Altıncısına baxaq. Altıncısı. 4-də 15 verilib. 15-in içərisində 4 neçə dəfə tam yerləşər? 3 dəfə. Niyə? Çünki 3 dəfə 4, 12 eləyir. 15-dən də 12-sini çıxanda qalıq 3 qalacaq. Bu ədəd 3 tamdan böyük bir ədəddir. 3 ilə 4-ün arasında yerləşən. Burada da sadəcə bir nöqtə var. Onda A nöqtəsinə uyğun olacaq. Sonra keçək 7-ci bəndimizə. Onda 93 var. Aha. 93-ün içərisində 10 neçə dəfə yerləşəcək? Tam. 9 dəfə. Niyə? Çünki 9 dəfə 10, 90 eləyir. 93-dən də 90-ı çıxanda qalıq 3 qalacaq. Bu ədədimiz 9 ilə 10 arasında yerləşən bir ədəddir. 9-dan böyükdür. Çünki tam hissəsi 9-dur. Burada da bircə dənə ədəd var. K ədədi. 9 tam 10-da 3-ə uyğun oldu K. Sonra 8-ciyə keçək. Bu sonuncu bəndimizdir. Verilib 4-də 23. 23-ün içərisində 4 5 dəfə yerləşir. 5 dəfə 4 20. 23-dən də 23-ünü çıxanda qalıq 3 qaldı. Bu ədədimiz 5 ilə 6 arasında yerləşən bir ədəddir. O da sadəcə E nöqtəsi var burada. 5 tam 4-də 3 E nöqtəsinə uyğun oldu. Ümid edirəm ki, bu hissəni də başa düşdünüz. Keçək 12-ci çalışmamızın izahına. Qarışıq ədədləri düzgün olmayan kəsr şəklində yazın və bir neçəsini ədəd oxunda təsvir edin. Birincisindən başlayaq. Birincisi. 1 tam 2-də 1. Bunun üçün nə edirdik uşaqlar? Məxrəc olduğu kimi qalırdı. Sonra məxrəci tama vururduq. 2 vuraq 1. Üzərinə də surəti gəlirdik. Oldu 2-də, 2 dəfə 1, 2, üstünə də 1 gələndə 3. 2-də 3. Bunu ədəd oxu üzərində göstərək. 2-də 3-ü də necə yaza bilərəm? 2-də 2, üstə gələk, 2-də 1 şəklində. Ədəd oxunda göstərək. Bu oldu 0, 2-də 1,
2-də 2, bu da 2-də 3. 2-də 2, 1 deməkdir. 2-də 3 də 1 tam 2-də 1 deməkdir. İndi çevirdik bunu. Sonra ikincisinə baxaq. 3 tam 4-də 3. Yenə də tam olduğu, məxrəc olduğu kimi qalır. Məxrəci tama vururam. 4 vuraq 3. Üzərinə də surəti gəlirəm. Olur. 4-də 12, üstünə də 3 gələndə 15. Ədəd oxu üzərində də qeyd eləyək. 0, 4-də 1, 4-də 2, 4-də 3, 4-də 4. 4-də 4, 1 deməkdir. 1 tam getdi. 4-də 5, 4-də 6, 4-də 7, 4-də 8. Bu da 2 tam. 4-də 9, 4-də 10, 4-də 11, 4-də 12. Bu da 3 tam deməkdir. 4-də 13, 4-də 14, 4-də 15. 4-də 15-i də sadələşdirdik ki, 3 tam 4-də 3 deməkdir. Üzərində qeyd elədim. Biz hamısını ədəd oxunda çəkməsək də olar. Sadəcə bir neçəsini göstərsək kifayətdir, amma bacardığım qədərilə hər birini qeyd eləyəcəm. Təbii ki, o tamları böyük olanları qeyd eləməyək. O tamları böyük olanlar ədəd oxunda bu formada çox uzanır. İndi keçək, deməli, üçüncüsünə. 2 tam 5-də 1. 2 tam 5-də 1 yazıram, bərabərdir. Məxrəc olduğu kimi qalır, yadınızda saxlayın. Sonra məxrəci tama vuracaqsınız. 5 vuraq 2. Üzərinə də surətdəki ədədi gəlirsiniz. Plus 1. 5 dəfə 2, 10. 1 gələndə 11. 5-də 11. 5-də 11. Bunu da ədəd oxunda göstərək. 0, 5-də 1. 5-də 1-dən 11 dənə yazmalıyıq düz. 5-də 2, 5-də 3, 5-də 4, 5-də 5. 5-də 5, 1 deməkdir. 5-də 6, 5-də 6, 5-də 7, 5-də 8, 5-də 9, 5-də 10. Bu da 2 deməkdir. 2 tam. Çünki 10-u 5-ə böləndə 2 qalır. Bu da 5-də 11. 5-də 11 həmçinin 2 tam 5-də 1-ə bərabərdir. Üzərində ona görə qeyd elədim. Üç dənəsini ədəd oxunda qeyd elədik bəsdir. Digərlərini sadəcə çevirərək yazaq. Dördüncüsünə baxaq. Dördüncü. 2 tam 5-də 4. Yenə deyirəm, məxrəc olduğu kimi qalır. Sonra surətdə məxrəci tama vururuq. Bunu buna vururuq. Aldığımız hasilin üzərinə də bax bu surəti gəlirik. Plus 4. 5 dəfə 2, 10. Üstünə 4 gələndə 14. 5-də 14. Çevirdik. Sonra 5-cisinə baxaq. 5 tam 4-də 1. Məxrəc olduğu kimi qalır. Sonra məxrəci tama vururam. Aldığım hasilin üzərinə də surətdəki ədədi gəlirəm. 21. 4-də 21. 6-cısına baxaq. 6 tam 4-də 2. Məxrəc olduğu kimi qalır. Sonra surətdə qeyd edirik.
Məxrəci tama vururuq. Aldığımız hasilin üzərində də surətdəki ədədi gəlirik. Baxın uşaqlar, onu rəngli qələmlə göstərim sizə. Qayda belədir. Məxrəci tama vur. Aldığın hasilin üzərinə də surətdəki ədədi gəl və bunları surətdə yaz. Məxrəc isə olduğu kimi qalsın. Qaydamız belədir. Bərabərdir 4-də. Alt dəfə 4, 24. Üstünə də 2 gələndə 26. 7-cisinə baxaq. 3 tam 6-da 1. Məxrəci olduğu kimi məxrəcdə saxlayıram. Keçdim surətə. Surətdə öncə 6-nı 3-ə vururam. Üzərinə də surətdəki ədədi gəlirəm. 18, 19. 8-ci bəndə keçdik. 3 tam 5-də 4 bərabərdir. Məxrəc olduğu kimi qaldı. Sonra məxrəci vururam tama. Üzərinə də gəlirəm surətdəki ədədi. 3 dəfə 5, 15, üstünə 4 gələndə 19. Dörd tam 9-da 2. 9-cu bəndə baxırıq. Məxrəci olduğu kimi saxlayıram. Sonra məxrəci vururam tama. 9 vuraq 4. Üzərinə də surətdəki ədədi gəlirəm. 4 dəfə 9, 36. Üstünə də 2 gələndə 38. Məxrəcdə də 9 olduğu kimi qaldı. İndi isə keçək digər çalışmamızın həllinə. 13-cü çalışma məsələdir. Suallara cavab verin. Samir 2 almanı 4 dostu arasında bərabər bölmək istədi. O, hər dostuna nə qədər alma verməli idi? İndi uşaqlar, öncə mən burada sizə bir şəkil çəkib göstərmək istəyirəm. A bəndi. Sonra həllinə keçərik. Hələ ki, bunu qeyd eləmişsiniz. 2 alması var Samirin. Bu bir alma, bu da ikinci alma. 2 alması var. Və 4 dənə də dostdular. Bunun üçün 4 yerə bölməlidir hər almanı. Tutaq ki, qırmızı alma. Birində qırmızı ilə çəkim heç nə. Bu 4 yerə bölməlidir ki, hər almadan hərəsinə bir dilim düşmüş olsun. Hər almadan hərəsinə. Bu tutaq ki, göy rəngli almadır. Bu da yaşıl rəngli almadır. Bu da ki, qırmızı rəngli almadır. Hər dostuna hərəsindən bir dilim verməlidir. Bu oldu 4-də 1, 4-də 1, 4-də 1. Bu birisi də həmçinin olsun 4-də 1, 4-də 1, 4-də 1. Hər almadan bir dilim götürüb dostuna verir. Tutaq ki, bir dilim bundan götürdü, bir dilim də bundan götürdü. 4-də 1, üstə gələk 4-də 1. Bərabərdir 4-də 2. Hər dostuna 4-də 2 dilim alma vermiş oldu. Bunu da ixtisar eləyə bilərik. 2 ixtisar getsə, qalacaq 2-də 1. Yəni, nə deyə bilərik? Hər dostuna 4-də 2 dilim düşdü. Hər almadan 1 dilim. 4-də 1 hissəsi. Dolayısıyla bir almanı 2 dostuna verərdi ki, siz öz aranızda bölün. Hərəsi yarısını götürərdi. Digər 2, o birisi almanı da yenə 2 dostuna verərdi. Onlar da öz aralarında bölsəydi 2-də 1, 2-də 1 düşərdi. Baxın, nə demək istəyirəm, belə. İkisinə deyərdi, siz gedin bu almanı bölün, yiyin. Hərəsinə 2-də 1 dilim düşəcəkdi. Qaldı 2 dostu. O 2 dostuna da deyərdi, siz də gedin bu almanı bölün, yiyin. Onlara da yenə 2-də 1, 2-də 1 düşəcəkdi. Bildiniz indi niyə hər adama 2-də 1 dilim düşdü? Bu formada da bölə bilərdi, bu formada da bölə bilərdi. Yenə 4 nəfər arasında bərabər bölüşmüş oldu. Bu A bəndinin həlli. İndi keçək B bəndinin həllinə. Deyir ki, 5 metr lent 4 bərabər hissəyə bölünsə, hər hissənin uzunluğu neçə metr olar?
B bəndində buradan yazıram. 5 metr lent bölürəm 4 bərabər hissəyə. Bunun üçün kəsrlə əvəz eləyə bilərəm. 4-də 5. 5-in içərisində 4 neçə dəfə tam yerləşir? 1 dəfə. Qalıq da qalır 1. Onda hər hissənin uzunluğu olacaq 1,4 metr. Qeyd edə bilərik hər hissənin uzunluğu 1,4 metr olar. Santimetrə də çevirmək olardı uşaqlar. Metri santimetrə çevirmək üçün 5-i 100-ə vurardıq 500, 4-ə bölərdik, o da santimetrdən alınardı. Sadəcə bizdən metrdən deyir deyə metrlə yazdıq. Bunu onluq kəsrə də çevirib yaza bilərsiniz. 1,125 metr. Belə də yaza bilərsiniz. İndi baxır sizə hansı uyğundur. Keçək C bəndinə. C bəndində deyir ki, 8 kətə 3 nəfər arasında bərabər paylansa, hər birinə nə qədər kətə düşər? 8 kətəni 3 nəfərə bölməyə çalışaq. 8-in içində 3, 2 dəfə tam yerləşir. Qalıq da nə qalır? 2 qalır. Hərəsinə 2 kətə tam düşür uşaqlar. Sonra yerdə qalan 2 kətəni də bölüb yeyəcəklər. Hər birinə nə qədər kətə düşər? Hər birinə 2 dənə bütöv kətə getdi. Qaldı 2 dənə kətə. Çünki 3 nəfərdilər. Hərəsini 2 kətədən verəndə 6 kətə getdi. Yerdə qalacaq 8 kətədən ikisi. Həmin o 2 kətəni də bu qıraqda çəkirəm uşaqlar. Və hər birini 3 yerə bölürəm. Hər birini tutaq ki 3 yerə bölək. Hər birini 3 yerə böldük. 3-də 1, 3-də 1. Bir nəfər bu payları götürdü. Digəri yenə bununla bunu götürəcək. O birisi də bununla bunu götürəcək. Deməli, hər birinə 2 dənə bütöv kətə və 3-də 2 dilim düşdü. Kətə və 3-də 2 dilim düşər. İndi isə keçək 14-cü sualın izahına. Sualımız belədir. Lalə uzunluqları 10,7 metr və 10,8 metr olan zolaqları ucuca yapışdırdı. Alınan zolağın uzunluğu nə qədərdir? Alınan zolağın uzunluğunu tapmaq üçün onları toplamalıyıq. 10,7 üstə gələk 10,8. Bizə verəcək məxrəclər eynidir olduğu kimi qalır. Surətləri toplayıb surətdə yazıram. 10,15. Alınan zolağın uzunluğu nə qədərdir? 10,15 metr. İndi uşaqlar, bu düzgün olmayan bir kəsirdir. Bunu qarışıq ədədə çevirə bilərik. 15-in içərisində 10 neçə dəfə tam yerləşər? 1 dəfə. Qalıq da qalar 5. 1,5 metr demək olar. Bax, bunu da onluq kəsirlə belə göstərmək olar. 1,5 metr. Və yaxud istəsəydiniz, bunu belə də yaza bilərdiniz. 1,5-i baxırıq ki, surətlə 5, hər ikisi, surətlə məxrəc, hər ikisi 5 ixtisar gedir. 1, 5 ixtisar gedir. 2. Yəni, bunu bu formada da ixtisar eləyib də yaza bilərdiniz, uşaqlar. Mən hər halını sizə göstərirəm ki, heç bir halda qaranlıq qalmasın. Bundan, bax bu ədədlə, bu ədəd bir-birinə bərabərdir. Bu ikisi, uşaqlar, bir-birinə bərabərdir. Siz hansı sizə uyğundursa, onu qeyd edə bilərsiniz. Birini onluq kəsirlə göstərdim, birini isə ixtisar eləyib adi kəsir, qarışıq ədəd şəklində göstərdim. Keçək 15-ci sualımıza.
Sual belədir. Səbinə 2də 5 stəkan portağal və 2də 1 stəkan alma şirəsindən qarışıq meyvə şirəsi hazırladı. Meyvə şirəsi 6 uşaq arasında bərabər paylandı. Hər uşağa nə qədər meyvə şirəsi düşdü? Öncə biz həmin şirələri, portağal şirəsini və alma şirəsini qarışdırıb toplayaq, görək cəmi nə qədər şirə əldə elədi. Qeyd edirəm, 2də 5 bu portağal idi. Üstə gələk 2də 1, bu da almadır. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətlər toplayıb surətdə yazıram. Bizə verəcək 2də 6. 6 2-yə tam bölünür, qalır 3. 3 stəkan oldu. Deməli, Səbinənin 3 stəkan meyvə şirəsi var. Həmin 3 stəkan meyvə şirəsində 6 uşaq arasında bölməyə çalışır. 3 stəkan şirəni 6 uşağa bölməyə çalışır. 3 bölək 6. Diqqət eləsəniz, surətlə məxrəc ixtisar gedir. Nəyə ixtisar gedir? 3-ə. 3-ə ixtisar getsək, burada 1, burada 2 qalacaq. Deməli, hər bir uşaq 2də 1 stəkan, yəni yarım stəkan içmiş olacaq. Hər uşağa nə qədər meyvə şirəsi düşər? 2də 1 stəkan. Yarım stəkan, yəni. Hər bir uşağa 2də 1 stəkan. 2də 1 stəkan da yarım stəkan deməkdir. Stəkan meyvə şirəsi düşər. Meyvə şirəsi düşər. Bunu uşaqlar ixtisar eləməyib də yaza bilərdiniz. İxtisar eləməsəz, hər bir uşağa 6da 3 stəkan meyvə şirəsi, yəni yenə də 2də 1 eləyirdi. Mənim məsləhətim ixtisar eləyib yazmağınızdır. Ümid edirəm ki, bu sualda başa düşdünüz. İndi baxaq görək mövzunun davamında bizi nə gözləyir. Deməli, 42-ci səhifədə olan bütün çalışmaların izahını sizlərə verdim. Artıq növbəti dərs gəlir bundan sonra müqayisə və sıralama. Bu dərsin izahını və içərisindəki çalışmaların ətraflı izahını isə növbəti video dərsimdə sizlərlə bölüşəcəm. Bu cür video dərslərin tez-tez gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Təbii ki, fikir və təklifləriniz də mənim üçün çox dəyərlidir. Onları da şərhlər bölməsində bölüşsəz sevinərəm. Həmçinin sizə hansı dərslərin izahı lazımdır, kanalımızda daha çox hansı tip video izahlar görmək istəyirsinizsə, bu cür fikirlərinizi də mənimlə bölüşə bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Dərslərinizdə uğurlar arzu edirəm. İnşallah növbəti video dərsimdə sizlərlə yenidən görüşərik.